Deməli, sual verirlər ki, Allah sözündə, o Ləfzətullah sözündə, ərəb dilində, Qurani-Kərimdə Allah sözü əylə oxunur, yoxsa ayla? Yəni, Allah deyilir Qurani-Kərimi oxuyanda, yoxsa Allah? Sözsüz ki, həmzə hər zaman incə olaraq gəlir. Həmzəni qalın gəlməsi, yəni A səsi ilə gəlməsi mümkün deyil. Yalnız qalın hərflərdən başqa. Xussa daqtin qil. Xa, sad, dad, qayn, ta, qaf, za. Bunlar qalındır. Bir də ra hərfi bəzi hallarda qalın və bəzi hallarda incə. Həmzə isə ümumən incə hərflərdəndir. Yəni ə səsi ilə deyilir. Bir də bəzi qeydlər var. O da Allah, bir də Allahumma sözündə olan ləm hərfi ilə bağlıdır. O da bəzən bu sözlərdə qalın A səslə deyilir. Buna əsasən biz deyirik Allahu, biz demirik Allahu. Baxmayaraq Azərbaycan dilində və ərəb dilində danışanda biz A ilə deyirik. Çünki dilə o daha asandır. Lakin Qurani-Kərim oxuyanda deyirik Allahu yestehzi'u bihim.